Salam dostlar, hər vaxtınız xeyir. Salam. Mən Zaur, Noxen yəni belə deyək. Əvvəlcədən çəkməli olduğum videonu yadımdan çıxdığı da deməyək. Nəzərimdə olmadığı üçün bu videonu indi çəkmək məcburiyyətində qaldım. Məcburiyyət də deyil, amma nəsə özünüz başa düşdünüz. Mən bildiyiniz qədərilə motosikl videoları, motovloglar, motosikl tanıtımları, sahibi nə işdə adlı proyektim də var, yəqin ki səhifəmdə görmüsünüz. Bu tip videoları nəyə görə çəkirəm, məqsəd nədir, gələcəyə planlar nədir, bunun haqqında danışmaq istəyirdim. Məsələ budur ki, bizim ölkənin insanları düşüncəsində motosikl açığı deyək, çox pis bir şey kimi hamının ağlında qalıb. Mənim də fikrim budur ki, öz sevdiyim bir şeyi hamıya əsl tam real mənası nədirsə onunla çatdırım, düzgün bir formada. Çünki dediyim kimi motosikl bizim insanların düşüncəsində, nəinki bizim insanların, dünyanın çox yerində belədir ki, bilməyən insan fikirləşir ki, motosikl ölümdür. Əslində heç də belə deyil. Mənim də məqsədim budur ki, düzgün bir formada motosiklın nə olduğunu, motosikl sürən insanların motosikl haqqında rəylərini, sonra canım sizə desin, motosiklla bağlı nələr etmək olar, bunları sizə düzgün bir formada, video formasında və yaxud şəkil formasında çatdıram. Storylərdə şəkil videosunda paylaşıram, xırda videolar da ola bilər, vloglar da ola bilər, amma tamamilə videolarda tam professional bir şəkildə çatdırmağa çalışıram. Bizim gələcək planlar bundan ibarətdir ki, ölkəmizdə motosikl cəmiyyətinə olan sevgi, motosikl olan sevgi artsın. Motosikl haqqında heç nə bilməsələr belə, ən azından biraz da onlara motosikli sevdirə bilək. Sevdirə bilməsəydə ən azından motosiklin düzgün formada, yəni düzgün bir şey olduğunu çatdıra bilim. Yəni mənim məqsədim, planım budur. Bu arada bir şey demək istəyirəm ki, dediyim kimi mənim adım Zaur, Noxen ləqəb olaraq ikinci adımdır. Bu adı brendləşdirmişəm. Aşağıdan səhifəni də taq eləyəcəm, oradan dəstək də ola bilərsiniz. Sifariş də verə bilərsiniz. Sizdən tək istəyim dəstək, fikirləriniz, yəni videoların altında kommentlərə və yaxud mən direkt özümə də yaza bilərsiniz. Dəstək olasınız, kommentlər atasınız, əlavələriniz varsa onları deyəsiniz və yaxud da elə bir şey ola bilər ki, mən də bilməyim onları. Siz onları mənə desəz yaxşı olar ki, mən də düzgün formada hamıya çatdıra bilim. Maksimum dərəcədə bacardığımdan da artıqını edəcəm ki, motosikl sevgisini düzgün formada, motosikl haqqında mənfi rəyi olan insanlara düzgün formada aşılayım. Videom bura qədər idi. Dəstəyiniz üstündə çox sağ olun. Bilirəm bu videonu çoxdan çəkməli idim, amma indiyə qismət oldu. Xeyirlisi ilə inşallah hamıya motosikl sevgisini aşılayacağıq. Sağ olun.